Hər kəsə salam. Enneagram tipləri haqqında məlumat verəcəyimiz YouTube videomuzun 9-cu bölümünə xoş gəlmisiniz. Bu gün sizinlə Enneagramın 8-ci tipinin əsas xarakteri xüsusiyyətlərindən danışacağam. Gəlin bəs baxaq görək, bu xarakteri göstəricilərdən sizdə və yaxud da ətrafınızdakı insanlarda varmı? Bu insanların ilk baxışda özgüvənli və güclü xarakter təsiri bağışladıqlarını görə bilərsiniz. Onlar iddialı, qətiyyətli və avtoritar insanlardılar. Çünki hiss və düşüncələrini ifadə etməkdə cəsarətlidirlər. Tip 8-lər mən nə hiss edirəm və necə düşünürəmsə onu rahat şəkildə ifadə etməliyəm düşüncəsi ilə hərəkət edirlər. Buna görə də qarşı durmalardan çəkinmirlər. Onlar həm öz fikirlərini çox yaxşı müdafiə edirlər. Eyni zamanda günahsız və haqsızlığa məruz qalmış insanların da müdafiəsində həssas yanaşırlar. Əslində bu davranış onların müdafiə mexanizmidir və onlar bu davranışı instinktiv şəkildə eləyirlər. Çünki ədalət mövzusunda xüsusi bir həssaslıqları var. Özlərinə qarşı bir haqsızlıq, ədalətsizlik gördükləri zaman dərhal müdafiəyə keçirlər və hətta aslana belə çevrilə bilərlər. Eyni zamanda ətrafdakı insanlara qarşı da haqsızlıq gördükləri zaman həmin şəxsin haqqını müdafiə etməkdə çox cəsarətli davranırlar. Bəs niyə belə davranırlar? Çünki onlar ətrafındakı insanların, tanımadıqları insanların onlar üçün həmişə bir təhlükə yarada biləcəklərini düşünürlər. Hadisələr, situasiyalar, insanlarla bağlı bəzən çox sürətli qərarlar verirlər, qərar qəbul edirlər. Bu onların həyatlarında üstünlük kimi görsənsə də, bəzən tip 8-ləri ön yarğılı kimi göstərir. Buna görə də əvvəlcə özlərini qorumağa çalışırlar. Daha sonra isə o insanları tanıdıqdan sonra onlara güvənib güvənilməyəcəyinə qərar verirlər. Əgər qarşılarındakı insan həqiqətən dürüst və xoş niyyətlidirsə və bundan əmin olurlarsa, o zaman onlar müdafiə qalxanlarını aşağı endirirlər. Bu zaman isə olduqca mehriban, səmimi və sakit bir insan olurlar. Ancaq qarşı tərəfdən yenidən o güvən hissini ala bilmədikləri zaman təkrardan müdafiə mexanizmlərini işə salırlar və yenidən özünü qorumağa başlayırlar. Əziz 8-lər, sizə balaca bir məsləhətimiz olacaq. Vəziyyəti nəzarətdə saxlamaq əvəzinə çalışın qarşı tərəfdə dinləməyi öyrənin. Çünki bu sizin qarşılıqlı münasibətinizi daha sağlam bir vəziyyətə gətirəcək. Unutmayın ki, güc sadəcə mübarizə aparmaqda deyil, müdafiə mexanizmlərimizi aşağı endirməkdə və öz duyğularımızı səmimi şəkildə dilə gətirməkdədir. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirik. Növbəti videolardan xəbərdar olmağınız üçün səhifəmizi izləməyə ala bilərsiniz və eyni zamanda bu xarakter göstəricilərdən ətrafınızdakı insanlarda kimdə varsa onlarla da bölüşməyi unutmayın.